Salamlar, kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olaraq mənə dəstək olmağı unutmayın. Bu günlərim istədim videomu belə açım, buradan açım. Kargom gəlibdi. Yenə Temudan vurmuşam. Çox nadirən axır vaxtlar mən Trendyoldan vururam. Bu da Temudandır. Açaq yeni ilə aid şeylər almışdım. Bir də bəzi uşaqların məndən istədiyi şeylər var idi, onları almışam. Göstərəcəm sizə nələr də olar. Atımsa hər şeyi yerə. Git götür. Eləyərsən, salam eləyərsən. Nə versən? Açırsan sən də. Belə bir peluş paduşkadır, ışığı yanır. Hardan yanır? Bataryası yoktu. Batarya alıp koymak lazımdı içine. İçine batarya koyuyorsunuz. Işıkları yanır sonra. Böyle hafif ışık verir. Çok güzel. Bunların 2 dənədir. Birini Nazlıya, birini Həyata almışam. Bu da hayatımda pişik. Bu kadar balaca olduğunu bilmiyorum. Bu balacaymış. Kepik de var ha. Olmalıdır daha doğrusu. Elime de Mədişlə ailesi. Ne? Mədinə ilə ailenə. Tetik saklı. Ne çize bak. Abi seçme. Evet. Bataryaya bak ki. Nazlı Şah. Bu da saatı rengi olarak elə ki biraz pembişti. Başka pembiş.
Nergis'in güzel. Taxıb baxaraq birazdan belə ulduz, ay ulduz şəkli çıxır elə bir tavana. Burada deşikler var. 3-4 tane. Ne? Yok. İnsan da sormayacak. Heyət değişir. Yine işte. Bu şeydi. Evin otaqda hissəsi var ya, patolog yuxarıda. Oradan belə asırsan, belə sallanır. Renkləyəndən sonra asarıq. Bu da güneşdən işləyir. Hı? Tamam. Renkləyəndən sonra divarı. Biraz ama. Güneş bataryasından da. Ve be. Kepiki. Kep. Boşandı. Karanlık eləyəndə yanır. Ve sarı. Yaxşı da aldı. O hayatın idi, mən şey. Melişlə aynı şey. Başqa nə gəlib? Melişlə ailesi. Hə? Hı? Başqa Paduşkalar gəlib, amma içinin şeyi yoxdur, bataryası. hanı? İndidən verəcəyim hamısını. Bayramda heç nə verməyəcəm sənə. Yaşım mənimkidir. Elə bu bayram hədiyyəsidir də. Bu indi açacağım. Amma. İşığı yoxdur, nasıl? İçinə batarya alıb qoymaq lazımdır. Nə? Bu da görəsən şey kimidir. O ay kimi. Atlanı alırız. Onun da bataryası 50'si de. Gördün mü? Ne güzel. Ana, bu hayatınkidir. Nə? Değil mi? Hı. Ben bunlar çok güzeldi. Yeni ilə kimi gəlsəydi, bəlkə bunu verim Nərgizə, həyatınki gələndə verərəm. Yox, bizdən həyat tez görərik. Yəni, hanı məninki bibi. Eləmə Nərgiz. Bunu biləm. Yaxşı, ala, sənin olsun, həyatınkini verərik sonra. Ala. Paduşkadan 2 dənə almışdım. Ulduzdan. Daha doğrusu 3 dənə almışam. Biri başqa sifarişin içindədir. O hələ gəlməyib. Nəhayət ki, buranın pəncərəsini sildim. Neçə vaxtı gözümdə elə böyümüşdü. Nə gündə idi pəncərələr. Oy, ilahi. Bu təmizlik çox qəşəng şeydir də. Adam nə qədər kişirir pəncərədən baxar çölə. Remontdan sonra bircə dəfə silmişəm. Ondan sonra əl vurmamışam. Pəncərələrim it günündə idi. Fikirləşirdim ki, çölündə remontu tamam qutarsın, ondan sonra oje dayana bilmirəm. İşığı qoşdum. Görün nə gözəl görünür gecə.
bir mahiyyəti də yoxdur. 4-5 manatdır qiyməti. Amma verdiyi xoşbəxtlik. Zoomla görək. Qaranlıqda deyə. Belə aylı ulduzlu gecə. Bu da çölün işığı. Təəssüflər olsun ki, heç nə görünmür. Amma gözlə elə gözəl görünür. Ha. Ah. Bunu göstermiştin. Ha? İstermişim.
Nəhayət ki, mətbəxdə işim bitdi. Rafiyanın altını belə açdım. Görəsiz oradan nələr çıxdı. Əllərim qapqara oldu. İrgənirsinizsə siz əlcəklə açın bunun bu hissəsini, burasını. Açın oranı təmizləyin. Görəcəksiniz oradan nələr çıxır. Bizdə burada filtrdir, üstünə paraşok qoymuşam belə. Yuma şeylərdir, kartof soğandır. Arxada da torba səbətidir. Tıxlım-tıxlımdır da bura. Yudum içindən nələr çıxdı, nələr. Allah bilir. Sonra stakanımı elə burada saxlayıram mən. Çay, su, hər şey içdikcə götürürəm. Yumuşam, sadəcə su içdim, indi saxladım. 2 cür yemək hazırlamışdım. Daha doğrusu bunu gec başladım eləməyə. Mağazadan gəldik, hazırladım. Daha yemək yeyildi. Bunu yemədik qaldı. Bunu sabahlarım yanına kartoşka eləyərəm. Ləvəngidir. Neçə gündür ləvəngi istəyirdi. Bugün pişirdim, soysun. Onsuz hava soyuqdur. Məncə heç nə olmaz. Səhər qoyaram xaladenikə. Sonra qəfədanı doldurdum, qoydum qaynasın. Buraları yığışdırdım hamısını. Amma çəkə bilmədim axıra kimi. Çünki Nərgiz oyandı, gəldi. Burada da ədva qabların, daha doğrusu, nədir bunların adı? Nəysə də makaron zat. Doldurdum. Burada qırmızı mərcimək əvəzinə uzun düyü yerləşdirdim. Çünki mərcidən daha çox düyü var idi. Sonra burada bununla Nərgizin suplarına tökürəm. Xoşu gəlir içində belə gül-gül olur. Bulgurdan əlavə qaldı. Başqa qaba tökdüm. Belə də yerləşdirdim burada. Pesok, qənd, nə bilim, hər şeydə bu hissə ədviyyat və nə deyirlər? Allahım, ərzaq dolabımda da burada saxlayıram hər şeyi. Belə. Burada tamam. Всё. Bunu da içinə qoz fındıq tökmüşəm. Əllərim qapqara necə oldu. Neçə vaxt əlimi saxlayıram ki, səliqəli qalsın. Qabaqda toy var. Seravna oraya Rafiyanın şeyini yuyanda qapqara oldu. Əlcəyim yox idi, taxım. Nəysə, eyb yoxdur. Belə, qəfədən də qaynasın. Əslində kofe içmək istəyirdim, amma gecdim. Otağı blisoslamaq istəyirdim, o da gecdi. Çünki uşaqlar yatıb. Paltarları sərdim, orada mən varam. Sonra burada stullar çəkmişdim ki, blisolayacağım, amma blisoslamayacağım. Daha səhər blisolarım, onsuz da səhər. Nərgiz yeməyi yiyəndən sonra, nəinki səhər, mən gün ərzində evi 5 dəfə, ən çox buranı deməyim. Demək olar ki, bütün otaqları. Amma daha çox buranda koridor, bizim otaq, Nərgizgilin öz otağı. Nərgiz, onu pis öyrətmişəm biraz. Özü sərbəst yemək istəməyə başlayan vaxtdan mən ona verdim ona ki, sərbəst yesin. İndiyənə kimi də sərbəst özü oturur, çörəyini yeyir. Bir qab yemək tökərsən, qoyarsan qabağına, onu yeyib bitirəcək də, özü oturur, yeyir. Bizlə bərabər. Yəni, mən onu yedizdirməkdə heç bir əziyyət falan çəkmirəm də. Elə yemək qoyarsan qabağına yeyir. Prosta onun bir dənə pis şeyi var ki, gərək hamı stolda olsun bu yemək yeyəndə. Əgər mən stolda olmasam, nəsə başqa bir işim olsa, durum çıxım gedim o işimin dalıca, всё. Nərgiz mənim arxamca gəzəcək. Və yaxud da mən hamamdayamsa, o əlində çörək və yaxud da əlində peçeni. Bütün evləri gəzəcək, hər yerə çıxacaq, düşəcək kravatlara, əlində peçeni. İnanın, hər yeri olur peçeni. Sonra mən təzədən kravatın üstünü təmizləyirəm, tökürəm yerə, sonra yerdən başlayıram pilizlamağa. Koridoru, nə bilim, evləri, hər yeri də. Gündə bir yalan olmasın, bir 5 dəfə mən ev pilizləyirəm. Nərgizin dalayacaq. Bilirəm ki, hamısı müvəqqətidir.
Nazlının da töküb töküşdürən yeyən vaxtları olub. Düzdür, Nazlı Nərgiz qədər olmayıb. Çünki mən onu yedizdirirdim. Çox nadirən olardı ki, mən onun əlinə nəsə verərdim, yeyərdi. Amma yenə də baxın, burada da var. Tapıldı. Görürsünüz, yer tökür. Sonra da mən onları onun arxasınca gəzə-gəzə yığışdırıram. Heç nə. Öz günahımdır. Öz günahımdır, öz cəzamdır, özüm çəkməliyim. Özüm öyrəşdirmişəm. Yatmağa getməmiş. Biraz ışığı söndürəcəm. Oturacağım. Işıqları qoşub oturacağım. Ki baxım. Biraz könlüm, gözüm könlüm açılsın. Oralar düzəldim. Neyse tam düzəldə bilmədim. Tam düzəltmək üçün gərək söküm təzədən başdan eləyim. Adyalı da burada saxlayıram. Kim burada yuxulasa üstünü örtməyə. Ya babam yuxuluyor, ya yoldaşım yuxuluyor. Elə vaxt olur, işim gücüm olmur, mən özüm uzanıram. Üşüyəndə üstümə atıram. Elə. Dəngə nəfəs ol. Görəsən için kofe. Oha, saat 2'ye qalıb. Saat 2'ye qalıb, mən hələ oyağım. Biraz bura baxım, sonra. Ürəyim gedir ışıqlardan ötürü. Bunlar birbirine dolaşıb. Çok qəşəngsiniz. Yok, ışıqlarını qoşmayacağım. Çünkü onun üçün televizorun arxasına taxmalıyım. Çok qəşəngdir. İndi sizə çöldəkini də göstərim pəncərədən. Görüm yanır. Yanmır. Işığı qutarıb. Ayaqlarımı uzadıb oturdum. Biraz dincəlim, sonra gedib yatım. Saat 2'ye qalıb 10 dəqiqə. 10. dəqiqə. Burada dincəlim. Sonra gedim.